Quru sərhədlərin bağlı qalması fonunda tələbələr və müalicə məqsədi ilə xaricə gedən şəxslər üçün istisnaların tətbiq olunub-olunmayacağı müzakirə mövzusu olaraq qalır. Maraqlıdır, quru sərhədlər bağlı qaldığı halda tələbələr və müalicə məqsədi ilə gedən şəxslər üçün istisnalar nəzərdə tutula bilərmi? Mövzu ilə bağlı konkret nöqtə-aza açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı qeyd edib ki, quru sərhədlər məsələsi artıq həssas problemə çevrilib və bu vəziyyət təxminən 5 ildir davam edir. Onun sözlərinə görə, bu müddət ərzində müəyyən güzəşt və imtiyazların tətbiqi zaman-zaman gündəmə gəlsə də real addımlar atılmayıb. Düşünürəm ki, xüsusilə xəstələr və tələbələr üçün güzəştlərin olması müsbət hal olardı. Quru sərhədlərin bağlı qalması bu kateqoriyadan olan insanlar üçün ciddi çətinliklər yaradır. Əgər dövlət bu prosesi uzadırsa, paralel olaraq müəyyən pəncərələr də açmalıdır. Abbaslı əlavə edib ki, mövcud geosiyasi vəziyyət fonunda quru sərhədlərin tam açılması hələlik aktual görünmür. Unutmayaq ki, Qarabağ üzrə sülh sazişi hələ imzalanmayıb. Eyni vaxtda şimal və cənub qonşularımızla münasibətlər də ideal səviyyədə deyil. Bu baxımdan sərhədlərin tam açılması sual altındadır. Siyasi şərhçi hesab edir ki, tələbələr və xəstələr üçün istisna və imtiyazların tətbiqi təhlükəsizlik baxımından ciddi risk yaratmaz. Bu kateqoriyadan olan şəxslər üçün güzəştlərin verilməsi ümumi vəziyyətə mənfi təsir etməz. Ümid edirəm ki, dövlət bu istiqamətdə addımlar atacaq. Əlavə edək ki, quru sərhədlərin bağlı qalması xüsusilə təhsil və səhiyyə məqsədi ilə xaricə üz tutan vətəndaşlar üçün uzun müddətdir narahatlıq doğurur.